Gənclərimizin əmək bazarına çıxışında ciddi və sistemli bir problem mövcuddur. İşə götürən təcrübə tələb edir, gənc isə təcrübəni yalnız işləməklə qazana bilər. Bu ziddiyyət illərdir aradan qaldırılmır və nəticədə minlərlə gənc ya işsiz qalır, ya da qeyri-rəsmi məşğulluqla məşğul olur. Təşəbbüsün bu sistem boşluğunun qanunvericilik səviyyəsində doldurulmasına yönəlib. Təklif edirəm ki, ilk dəfə rəsmi əmək müqaviləsi ilə işə qəbul olunan gənclər işə götürən müəssisələr üçün vergi və sosial sığorta güzəştləri tətbiq edilsin. Bu addım işə götürən üçün əlavə yük azaldacaq, gənclər üçün isə real iş imkanları yaradacaq. Eyni zamanda dövlət özəl sektor əməkdaşlığı çərçivəsində ilk iş yeri proqramlarının qanunla təsbit olunmasına gedək. Bu proqramlar sadəcə statistik məşğulluq deyil, konkret müddət, real bacarıq və davamlı iş perspektivi üzərində qurulmalıdır. Bu təşəbbüsün məqsədi yalnız gəncləri işlə təmin etmək deyil, məqsəd gənc kadr potensialını itirməmək, insan kapitalına erkən investisiya qoymaq, qeyri-rəsmi məşğulluğun qarşısını almaq və uzun müddətli iqtisadi inkişaf üçün sağlam əmək bazarı formalaşdırmaqdır. İnanıram ki, bu yanaşma və qanunlarımıza edilə biləcək dəyişilmə bizim yaz sesiyamızda sosial məsuliyyətlə iqtisadi səmərəliliyinin düzgün balansını yarada bilər və gənclər arasında işsizliyin azalmasına real töhfə verər.